Deməli, hörmətli müəllimlər, bu günlər bizim növbəti mövzumuz leksikologiya ilə bağlı olan mövzudur. Leksikologiya nədir? Gəlin görək. Azərbaycan dilində 125 mindən artıq söz var, müəllimlər. 125 mindən artıq sözümüz var dilimizdə və bu 125 mindən artıq söz cəmləşib bizim lüğət tərkibimizdə. Deməli, Azərbaycan dilində 125 mindən artıq söz var və bu 125 mindən artıq söz lüğət tərkibində, dilin lüğət tərkibində cəmləşib. Dilin lüğət tərkibinin digər adı leksika adlanır. Leksika. Yəni, leksika demək elə lüğət tərkibi deməkdir, lüğət tərkibi demək elə leksika deməkdir. Deməli, 125 mindən artıq söz dilimizin lüğət tərkibində, yəni leksikasında cəmləşib. Dilin lüğət tərkibini, yəni leksikasını öyrənən elm sahəsi isə adlanır leksikologiya. Leksikologiyanın hərfi mənası lexikos söz deməkdir. Logos isə elm deməkdir. Yəni leksikologiya nə haqqında elmdir? Söz haqqında elmdir. Söz haqqında elmdir. İndi sözün leksik mənası nədir? Sözün leksik mənası nədir? Gəlin buna nəzər salaq. Sözün birbaşa ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni söz birbaşa hansı mənanı ifadə edirsə, həmin o məna o sözün leksik mənası hesab olunacaq. Yəni sözü deyəndə birinci bizim ağlımıza hansı məzmun gəlirsə, onun leksik mənası. Məsələn, belə deyim. Deyirik ki, stul. Stul deyəndə bizim ağlımıza hansı məfhum gəlir? Yəni hansı məna gəlir? Stul deyəndə söz birbaşa hansı məna ifadə edir? Təbii ki, deyirik ki, taxtadan, dəmirdən, sonra plastikdən hazırlanan, sonra söykənəcək və oturacaq yeri olan insanların əyləşməsi üçün istifadə etdiyi bir əşyadır. Deməli, stul deyəndə bizim ağlımıza bu gəldi, bu məfhum gəldi. Yəni, taxtadan, dəmirdən, plastikdən hazırlanan, sonra söykənəcək və oturacaq yeri olan insanların əyləşməsi üçün istifadə olunan bir əşyadır stul. Bax, deməli, əslində bizim birbaşa ağlımıza hansı məna gəlirsə, artıq bu onun leksik mənası hesab olundu. Daha sonra deyirik, məsələn, qapı deyəndə birbaşa ağlımıza hansı məna gəlir? Qapı. Qapı isə yenə deyirik, taxtadan, dəmirdən, plastikdən hazırlanan, dəstəyi olan insanların istifadə etdiyi bir əşyadır. Yəni, qapı deyəndə ağlımıza ilk olaraq bu məfhum gəldi. Yəni, taxtadan, dəmirdən, plastikdən hazırlanan dəstəyi var. Sonra, kitab deyəndə ağlımıza hansı məna gəlir? Kitab. Kitab deyəndə deyirik ki, ağacın yonulmuşunu hazırlamış, içərisində müxtəlif məlumatların cəmləşdiyi bir əşya nəzərdə tutulur. Düzdür, bu onun əslində elə leksik mənasıdır. Yəni, sözün leksik mənası deyəndə o söz hansı mənanı birbaşa ifadə edirsə, bax, həmin söz onun leksik mənası hesab olunacaq. Yaxşı, sözün leksik mənasını tapmaq üçün 4 dənə qayda var. Bu 4 qaydadan hər hansı birini biz tətbiq etsək, əslində elə onun leksik mənasını tapmış olacaq. 1. Sözün leksik qayda budur ki, yenə də deyirəm, sözün leksik mənasını
Leksik. Aha. Sözün leksik mənasını tapmaq üçün aşağıdakı şərtləri bilmək lazımdır. 1. Həmin sözün məzmunun izah etməklə. Məzmunun izah etməklə. Sonra həmin sözə yaxın mənalı söz seçməklə. Sonra həmin sözə əks mənalı söz seçməklə. Və əgər həmin söz düzəltmədirsə, mürəkkəbdirsə, deməli, həmin sözü hissələrə ayırıb, mənasını izah etməklə tapa bilərik. Baxın, sözün leksik mənasını tapmaq üçün bu 4 şərtdən hər hansı birini yerinə yetirməklə həmin sözün leksik mənasını tapa bilərəm. Birinci, gəlin baxaq. Sözün məzmununu izah etməklə leksik mənasını görək necə tapırlar. Sözün məzmununu izah etməklə leksik mənasının tapılması qaydasını deyirəm. Əvvəlcə gəlin görən sözün məzmunu nədir? Yəni, həmin əşya nədən ibarətdir? Bax, məzmun deyəndə həmin əşya nədən ibarətdir və hansı işi görür? Elə mən bunu deyirəmsə, əslində həmin sözün məzmununu izah edirəm. Məsələn, stul sözünün leksik mənasını tapmaq istəyirəm. Düzdür? Stul nədən ibarətdir? Taxtadan düzəldilir, sonra dəmirdən düzəldilir, plastikdən düzəldilir. Və eyni zamanda oturacaq və söykənəcək yeri var. Baxın, nədən ibarət olduğunu dediyim taxtadan, dəmirdən, plastikdən hazırlanır, oturacaq və söykənəcək yeri var. Bax, nədən ibarət olduğunu dedim. İndi hansı iş yerinə yetirir? İnsanların əyləşməsi üçün istifadə olunur. Hansı iş yerinə yetirir? Onu da dedim. Deməli, əslində mən həmin stul sözünün mən məzmununu izah elədim. Və beləliklə onun leksik mənasını tapdım. Yəni, mən stul sözünün məzmununu izah etməklə əslində elə onun leksik mənasını tapmış oluram. Yaxud da, qapı sözünü deyirəm. Qapı. Deyir, leksik mənasını tap. Deyirəm, yenə də deyirəm. Taxtadan, bax, məzmununu izah etməklə leksik mənasını tapacam. Taxtadan, dəmirdən və plastikdən hazırlanan, eyni zamanda dəstəyi olan, bax, nədən ibarət olduğunu dedim də, taxtadan, dəmirdən, plastikdən hazırlanır, dəstəyi var və insanların hər hansı bir yerə daxil olub çıxması üçün istifadə etdiyi bir əşyadır. Hər hansı bir yeri bağlamaq üçün istifadə etdiyi bir əşyadır. Deməli, bax, nədən ibarətdir və hansı iş yerinə yetirir onu dedim. Əslində, mən qapı sözünün məzmununu izah etməklə qapı sözünün leksik mənasını tapdım. Deməli, sözün məzmununu izah etməklə leksik mənasını tapmaq deyəndə bu nəzərdə tutulurmuş. Yəni, məzmun deyəndə o əşya nədən ibarətdir və hansı iş yerinə yetirir? Bu nəzərdə tutulur. Yaxud da, lövhə. Lövhə sözü deyir ki, leksik mənasını tap. Məzmun izah etməkdən leksik mənasını tapacam. Taxtadan, eyni zamanda plastikdən hazırlanan, taxtadan və plastikdən hazırlanan, üzərinə yazı yazmaq üçün müəllimlərin, şagirdlərin istifadə etdiyi əşyadır. Bax, nədən hazırlanır? Nədən ibarətdir dedim? Taxtadan və plastikdən hazırlanır. Bəs hansı iş yerinə yetirir? Üzərinə yazı yazmaq üçün müəllimlər və şagirdlər istifadə edir bunu. Deməli, hansı iş yerinə yetirir onu da dedim. Beləliklə, mən əslində lövhə sözünün leksik mənasını izah etdim. Necə izah etdim? Məzmununu izah etməklə izah etdim. Deməli, sözün məzmununu izah etməklə leksik mənasını tapmaq dedikdə bu nəzərdə tutulur. Və ən çox sözün leksik mənasını tapanda bu 4 şərtdən ən çox sözün leksik mənasını tapanda sözün məzmununu izah etməklə leksik mənasını tapırlar. Sonra sözə yaxın mənalı söz seçməklə də onun leksik mənasını tapmaq olur. Məsələn, böyük sözü deyir ki, böyük sözün leksik mənasını de. Mən böyük sözünə yaxın mənalı söz seçirəm. İri, yekə, bir də nəhəng. Nəhəng,
sözlərinin sinonimidir. Bax, böyük sözünə yaxın məna söz deyirəm. İri, yekə, nəhəng sözlərinin sinonimidir. Böyük sözü. Deməli, əslində mən böyük sözünə iri, yekə, nəhəng sinonimlərini tapmaqla əslində mən böyük sözünün leksik mənasını tapmış olurum. Deməli, sözə yaxın mənalı söz seçməklə əslində həmin sözün leksik mənasını tapmış oluruq. Daha sonra sözə əks mənalı söz seçməklə də onun leksik mənasını tapa bilərik. Yəni, hər hansı bir sözə əks mənalı söz seç, onun leksik mənasını tapacaqsan. Məsələn, qara sözünü bizə deyir ki, leksik mənasını tap. Qara sözünə mən əks mənalı söz seçirəm. Deyirəm ki, ağ sözünün antonimidir. Yəni, mən qara sözünə əks mənalı söz, ağ sözünü seçməklə əslində mən qara sözünün leksik mənasını tapmış oluram. Yəni, sözə əks mənalı söz seçməklə də onun leksik mənasını tapmaq mümkündür. Daha sonra, məsələn, deyir ki, get. Sözünün leksik mənasını izah elə. Mən get sözünə əks mənalı olan gəl sözünü seçməklə əslində mən get sözünün leksik mənasını tapmış oluram. Daha sonra əgər söz düzəltmə yaxud da mürəkkəbdirsə, onda onu hissələr araq leksik mənasını tapacam. Məsələn, dənizçi sözü, dənizçi. Dənizçi sözü düzəltmədir. Sözün kökü dənizdir, dəniz. Çi də leksik şəkilsidir. İndi mən dənizi bir yazıram, çini də ayrı yazıram. Dəniz geniş su qatı olan böyük bir ərazidir. Çi də insan anlayışı bildirən isim düzəldən şəkilsidir. Fikir verdinizsə, hissələrə ayırdım, hissələrinin ayrı-ayrıqda mənalarını dedim. Deyirəm, dəniz geniş su qatı olan ərazidir. Çi də insan anlayışı bildirən isim düzəldən şəkilsidir. Və dənizçi, dənizdə işləyən adama deyilir. Baxın, hissələrə ayırdım və hissələrinin mənalarını izah elədim. Deməli, düzəltmə sözü hissələrə leksik mənasını tapırıq. Eyni zamanda mürəkkəb sözdə hissələrə leksik mənasını tapırıq. Məsələn, deyirik ki, ayaq, qabı. Düzdür? Ayaqqabı sözünü mən hissələrə ayıram, mürəkkəb söz daxil. Ayağı bir yazıram, qabı bir yazıram. Və onların hissələr ayrılandan sonra həmin o hissələrinin mənasını izah edirəm. Ayaq insanın bədən üzvüdür. Qab isə içərisində əşya qoyulan bir nəsnədir, əşyadır. Yəni, həqiqətən ayağımıza geyindiyimiz qab ayaqqabı adlanır. Deməli, mürəkkəb sözü də hissələr ayrılıb leksik mənasını tapmış oldum. Amma bu o demək deyil, elə bütün mürəkkəb sözləri hamısının hissələr ayrılıb leksik mənasını tapmaq olur. Elə mürəkkəb sözləri var, onları hissələr ayrılıb leksik mənasını tapmaq olmur. Məsələn, it burnu deyirəm, it burnu çiçəkdə, düzdür, it burnu. Yəni, mən bunu götürüb hissələrə ayırsam, bu mürəkkəb sözdür özdən. Hissələr ayrılıb leksik mənasını tapsam, yəni bu düzgün leksik məna ifadə eləməyəcək. Yəni, it burnu çiçəyinin itin burnu ilə heç bir əlaqəsi yoxdur. Ona görə bu demək deyil ki, artıq mürəkkəbcə onu hissələrə ayırıb leksik mənasını tapmaq lazımdır. Hər mürəkkəb sözü hissələrə ayırıb leksik mənasını tapmaq mümkün olmur. Belə bir şey yoxdur. Gördünüz ki, müəllimlər, baxın, sözə yaxın mənalı söz seçməklə leksik mənasını tapa bilmirsiniz. Yaxud da sözə əks mənalı söz seçməklə leksik mənasını tapa bilmirsiniz. Yaxud da düzəltmə mürəkkəb sözləri hissələrə ayıraraq leksik mənasını tapa bilmirsinizsə, əmin olun ki, həmin sözün məzmunun izah etməkdən onun leksik mənasını tapa biləcəksiniz. Belə. İndi gəldik sözün qrammatik mənasına. Gəlin görək sözün qrammatik mənası nədir? Sözün qrammatik mənası. Sözün qrammatik mənasını necə tapırıq? 1. Sözün, söz hansı nitq hissəsinə aiddir? Hansı nitq hissəsinə aiddir? Sonra, həmin nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıyır? Hansı xüsusiyyətləri daşıyır? Sonra, 3. Həmin sözün sintaktik vəzifəsi nədir? Sintaktik
vəzifəsi nədir? 4. Həm nitq səs kimi, həm cümlə üzvü kimi hansı suala cavab verir? Hansı suala cavab verir? Yəni, əslində sözün qrammatik mənasını tapmaq üçün bu 4 şərtdən hər hansı birinə əməl etməklə də biz əslində həmin sözün qrammatik mənasını tapmış oluruq. Məsələn, bizə deyir ki, telefon sözünün qrammatik mənasını tapaq. Elə telefon sözünün hansı nitq hissəsi olduğunu bilirik ya. Məsələn, telefon nə? Telefon isimdir. Telefon sözünün isim olmağını tapdıq. Yəni, söz hansı nitq hissəsinə aid olduğunu tapdıq. Elə əslində həmin sözün biz qrammatik mənasını tapmış oluruq. Yəni, sözün hansı nitq hissəsinə aid olduğunu tapmaqla həmin sözün biz qrammatik mənasını tapmış oluruq. Məsələn, telefon. Nə? Telefon. Nitq hissəsi kimi isimdir. Artıq telefon sözünün isim olmağını tapdım. Bəli. Deməli, telefon sözünün mən qrammatik mənasını tapdım. Sonra, deyir, həmin nitq hissəsi kimi hansı xüsusiyyətlər daşıyır? Madəm bu isimdir, isim kimi telefon isimin hansı xüsusiyyətlərini daşıyacaq? Deməli, isim kimi təkdədir. Telefon təkdədir. Ümumi isimdir. Konkret isimdir. Adlıq haldadır. Cümlədə də nə sualına cavab verdiyinə görə mübtədadır. Deməli, baxın, hansı nitq hissəsi olduğunu tapdığım isimdir. Və isimin hansı xüsusiyyət daşıyıb? Təkdədir, ümumi isimdir, konkret isimdir, adlıq haldadır və mübtədadır. Əslində, mən telefon sözünün qrammatik mənasını tapmış oldum. Daha sonra başqa bir nümunədir. Məsələn, bizə deyir ki, kitab sözü. Kitab sözü nitq hissəsi kimi isimdir. İsim olduğunu tapmışam, elə əslində həmin sözün qrammatik mənasını tapıram. İndi isimdirsə, isimin hansı xüsusiyyətlərini daşıyacaq? İsim kimi təkdədir, ümumi isimdir, konkret isimdir, adlıq haldadır, cümlədə mübtədadır. Sintaktik vəzifəsində dedim ki, cümlədə nədir? Mübtədadır. Həm nitq hissəsi kimi, həm cümlə kimi də hər ikisində nə sualına cavab verir? Əslində mən, baxın, bu 4 şərtə əməl eləməkdən kitab sözünün qrammatik mənasını tapmış oldum. Yadda saxlamaq lazımdır ki, Azərbaycan dilində 125 mindən artıq söz var ki, 125 mindən artıq sözün hər birinin qrammatik mənası var. Hər birinin. 125 mindən artıq söz var dilimizdə və bu 125 mindən artıq sözün hər birinin qrammatik mənası var. Amma 125 mindən artıq sözdən yalnız əsas nitq hissələrinə aid olanların, əsas nitq hissələrinə aid olanların həm leksik, həm qrammatik mənası var. Amma köməkçi nitq hissələrinə aid olan sözlərin, eyni zamanda şəkilçilərin, onların isə yalnız qrammatik mənası var. Bu formada sözün qrammatik mənasını da izahını dedim. Sonra keçirik sözün həqiqi və məcazi mənası. Deməli, sözün həqiqi mənası. Həqiqi məna sözün ilkin, əsas, dominant mənası, sözün ilkin, əsas, dominant mənası onun həqiqi mənası. Bir də müstəqim məna. Yəni, bizdən soruşsalar ki, sözün ilkin mənasını tap, bilin ki, həqiqi mənanı tapmaq tələb olunur. Əsas məna tap dedikdə, bilin ki, yenə də həqiqi məna tələb olunur. Dominant məna tap deyəndə, müstəqim məna tap deyəndə, bilin ki, yenə də həqiqi məna tələb olunur. Sözün ilkin başa düşdüyümüz mənası onun həqiqi mənasıdır. Yəni, biz sözü deyəndə ilk ağlımıza nə gəlirsə o həqiqi mənadadır. Məsələn, ağız sözün deyəndə ilk ağlımıza gələn nədir? Təbii ki, insanın ağzı. Belə deyim,
Qapının ağzı, sonra küçənin ağzı. Bunlar gəlmir ki adamın beyninə. Düzdür? Ağız deyəndə ilk olaraq təbii ki insanın ağzı gəlir insan beyninə. Deməli insanın ağzındakı ağız sözü həqiqi mənada olacaq. İlk birbaşa yenə deyim sözü deyəndə ilkin olaraq ağlımıza hansı məna gəlsə onun həqiqi mənasıdır. Yaxud da məsələn ayaq. Ayaq deyəndə birinci insanın ağlına insanın ayağı gəlir. Deməli insanın ayağı mənasında ayaq həqiqi mənada olacaq. Qol deyəndə insanın qolu gəlir. Qol insanın qolu mənasında həqiqi mənada olacaq. Yəni ilkin ağlımıza nə gəlsə onun həqiqi mənasıdır. Ona görə elə sözün ilkin mənasını deyirlər. Həqiqi mənaya. Və həqiqi məna bildik ki budur. Bəs məcazi məna nədir? Məcazi məna. Məcazi məna isə sonradan törəyir. Sonradan törəyən mənadır. Sonradan törəyən mənadır. Baxın. Məsələn dedik ki, insanın ağzı, sonra deyirik qapının ağzı. Düzdür? İnsanın ağzı, sonra deyirik qapının ağzı. Sonra deyirik quyunun ağzı. Quyunun ağzı. Baxın. Artıq burada ağız sözü insanın ağzı mənasında olduqda ilkin ağlımıza o gəlir axı. Ona görə insanın ağzı mənasında ağız sözü həqiqi mənadadır. Amma qapının ağzındakı ağız, quyunun ağzındakı ağız isə təbii ki məcazi mənada olacaq. Yadda saxlayın. Deyir ki məcazi mənada sonradan törəyir. Deyərsən müəllim, sonradan necə törəyir? Təbii ki sonradan bənzətmə yolu ilə törəyir. Bənzətmə. Necə? Bax. Qapının ağzı, quyunun ağzındakı ağız sözü insanın ağzındakı ağıza bənzədilib və belə ilə məcazi məna yaranıb. Necə? Məsələn, insanın qəbul eləyən hissəsinə nə deyirlər? Biz çayı ağzımızdan içirik. Yeməyi ağzımızdan yeyirik. Deməli, insanın qəbul eləyən hissəsinə insanın ağzı deyirlər. Bənzədiblər ona. Qapının da qəbul eləyən hissəsinə qapının ağzı deyirlər. Quyunun da qəbul eləyən hissəsinə quyunun ağzı deyirlər. Yəni, baxın, bənzətmə yolu ilə belə yaranır. Yəni, həmin məcazi mənalı ifadələr onlarla bağlı olan həqiqi mənadakı ifadəyə bənzədilir və belə yaranır məcazi məna. Sonradan törəyir. Yadda saxlamaq lazımdır. Sonradan törəyir məcazi məna. Deməli, ilk olaraq onda belə çıxır ki, həqiqi məna yaranıb, daha sonra məcazi məna yaranıb. Çünki ilkin başa düşdüyümüz məna hər zaman həqiqi olub, sonradan törəyən məna artıq olub məcazi məna. Bu da öz yerində. Deməli, bilmək lazımdır ki, əgər söhbət anlayışın özündən gedirsə, söhbət əgər anlayışın özündən gedirsə, bilin ki, o həqiqi mənadadır. Həqiqi. Məsələn, deyirəm ki, insanın ağzındakı ağız sözündə söhbət ağzın özündən gedir də, düzdür? İnsanın ağzı birləşməsində. Ağız dedikdə söhbət ağzın özündən gedir. Deməli, burada insanın ağzındakı ağız sözü həqiqi mənadadır. Amma qapının ağzı deyəndə söhbət ağzın özündən gedir. Təbii ki, xeyr. Yəni, əgər söhbət anlayışın özündən getmirsə, artıq o məcazi mənada olacaq. Məsələn, qapının ağzı birləşməsində söhbət ağzın özündən getmir axı. Deməli, burada ağız sözü artıq məcazi mənadadır. Quyunun ağzında söhbət ağzın özündən getmir axı. Artıq quyunun ağzındakı ağız sözü məcazi mənada olacaq. Çünki quyunun ağzı ya da yoxdur axı, qapının da ağzı yoxdur. Ağız insana məxsus olan bir şeydir. Və insanın ağzında ağız deyəndə söhbət ağzın özündən getdiyinə görə həqiqi, amma quyunun ağzında, qapının ağzında söhbət ağzın özündən getmədiyinə görə məcazi mənadadır. Başqa bir nümunələr deyək. Məsələn, deyirəm ki, bulud ağlayır. Adətən, bulud ağlayır deyirlər hansı mənadadır? Avtomatik deyirlər məcazi mənada. Amma bunun biri həqiqidir, biri məcazi. Yəni, bütövlükdə götürürlər yanlış olaraq. Amma bütövlükdə götürmək olmaz. Orada baxın artıq.
Görün, söhbət hansında anlayışın özündən gedirsə, bilin ki, o da həqiqi məna. Söhbət hansında anlayışın özündən gedirsə, o da həqiqi məna. Məsələn, bulud ağlayır birləşməsində. Söhbət buludun özündən gedir. Bəli, söhbət anlayışın özündən gedir. Deməli, bulud burada həqiqidir. Amma ağlayır, bulud ağlayır da, söhbət ağlayırın, ağlamağın yanı özündən gedir. Təbii ki, xeyr, bulud ağlayanmaz axı. Ona görə ağlayır burada məcazi mənadadır. Yaxud da, göy kişnəyir. Bir sürü sual necə verirlər? Göy kişnəyir. Deyir ki, göyün üstündən götürür bir dənə, bir rəqəmi qoyur. Deyir ki, üzərində rəqəmlə yazılmış söz məcazi mənadadır. Amma bu məcazi mənada deyil. Çünki burada göy deyəndə söhbət göyün özündən gedir. Həqiqi mənadadır göy sözü. Amma kişnəyir deyəndə göy kişnəyənməz axı. Artıq burada söhbət kişnəməyin özündən getmir. Çünki göy kişnəyənməz. Göyün guruldamağın kişnəməyə bənzədirlər. Deməli, daha doğrusu kişnəməyi burada göyün gurultusuna bənzədirlər. Deməli, burada kişnəmək məcazi mənadadır. Heç də söhbət kişnəməyin özündən getmir. Kişnəmək ata məxsusdur. Bu formada. Bundan əlavə, müəllimlər, yadda saxlamaq lazımdır ki, məcazi mənalı sözlər daha çox bədii üslubda olur. Bədii üslubda olur. Yəni, bədii üslubu nədir? Yəni, şeirlərdə daha çox istifadə olunur. Yəni, bədii əsərlərdə daha çox istifadə olunur. Ədəbiyyatda keçirlər onlarda. Bədii əsərlərdə daha çox istifadə olunur məcazi mənalı sözlər. Və ən çox məcazi mənalı olan söz, yəni nitq hissəsi, daha doğrusu isim, sifət və feildir. Bunlar daha çox məcazidir. İsim, sifət, feilin içərisində isə, bu 3 dənə nitq hissəsinin içərisində isə ən çox məcazi olanı feildir. Feillərin içərisində isə ən çox məcazi olanı təkəzalı feillərdir. Sonra, deməli, digər gəldik. Tək mənalı, bir də çox mənalı sözlər. Deməli, tək mənalı sözlər yalnız bir leksik mənası olan sözlər adlanır nə? Tək mənalı sözlər. Məsələn, mən stəkan deyəndə, stəkan deyəndə, yalnız bir leksik mənası olan sözü nəzərdə tutmuşam da, başqa bir şey nəzərdə tutmamışam ki, yəni stəkan deyəndə hamımız bilirik ki, çay içmək üçün istifadə etdiyimiz bir əşyadır. Yalnız bir leksik mənası var bu sözün. Deməli, stəkan sözü tək mənalı sözdür. Yaxud da, mən böyürtkən deyirəm. Böyürtkən. Böyürtkən sözünü deyəndə yalnız bir gilə meyvə nəzərdə tutulur. Düzdür, başqa bir şey nəzərdə tutulmur ki. Deməli, yalnız bir dənə leksik mənası var bu sözün. Deməli, bu da tək mənalıdır. Gördünüz ki, sözün yalnız bir dənə leksik mənası var. Yəni, o sözü deyəndə yalnız bir dənə məna başa düşülür. Bilin ki, həmin söz tək mənalı sözdür. Bəs yaxşı, çox mənalı söz nədir onda? Biz çox mənalı sözü keçdik. Bax, yadda saxlayın ki, müəllimlər. Çox mənalı sözün əvvəlcə tərifini yazım. Eyni leksik məna ilə bağlı olub ona yaxın məcazi mənalı sözdür. Baxın, nə demək istəyirəm? Yazdıq ki, insanın ayağı. Daha sonra yazırıq kəndin ayağı. Daha sonra yazırıq küçənin ayağı. Bizdən deyir ki, ayaq sözü. Ayaq sözü çox mənalı sözdür burada, müəllimlər. Çünki tərifdə nə deyir çox mənalı sözün tərifində? Deyir ki, eyni leksik məna ilə bağlı olub, eyni leksik məna ilə bağlı olmalıdır. Ona yaxın məcazi mənada işlənən sözdür. Məsələn,
İnsan, bax, kəndin ayağı və küçənin ayağındakı ayaq sözü insanın ayağındakı ayaq sözü ilə bağlı olub, ona yaxın məcaz mənada işlənir həmin söz. Necə? Məsələn, bayaq dedik axı, deməli, məcazi mənalı sözlər bənzətmə yoluna yaranır. Sonradan törəyib, sonradan necə törəyib deyirdik, bənzətmə yoluna. Bax, insanın bədən üzvünün qurtaracaq hissəsi insanın ayağıdır. Bənzədiblər ona, kəndin də qurtaracaq hissəsinə deyiblər kəndin ayağı, küçənin də qurtaracaq hissəsinə deyiblər küçənin ayağı. Fikir verdiniz? Deməli, bənzətmə yoluna yarandı. Baxın, eyni leksik məna ilə bağlı oldu. Yəni, kəndin ayağı və küçənin ayağındakı ayaq sözləri insanın ayağındakı ayaq sözü ilə bağlı olub, həmin insanın ayağındakı ayaq sözünə yaxın mənada, amma məcazi mənada işlənən sözdür. Yaxın məna deyəndə burada bənzətmə yoluna yarandığına görə bu nəzərdə tutulur. Yəni, bənzətmə yoluna yaranmaq məcaz məna. Ona görə elə deyirlər. Məsələn, insanın ayağı. İnsanın ayağındakı ayaq sözünə bənzədilib kəndin ayağı və küçənin ayağı yaradılır. Artıq kəndin ayağı və küçənin ayağı oldu çox mənalı söz. İndi bu bunun tərif formasında olan izahıdır. Amma qısasını sizə deyim. Müəllimlər, elə bilin ki, bütün çox mənalı sözlər hamısı məcazi mənalı sözlərdir. Məcazi mənalı sözlərdir. Nə deməkdir bu? Yəni, əslində elə mən məcazi mənanı tapıram, əslində elə onda çox mənalı sözü tapıram. Çox mənalı tapıram, əslində elə məcazini tapıram. Yəni, eynidir çox mənalı ilə məcazi mənalı sözlər. Onda, madəm bunlar eynidirsə, onda məcazi mənaya nəyi dediksə, hamısı çox mənəliyə aiddir. Və yaxud dedik ki, məcazi məna daha çox bədii üslubda işlənib. Düzdür? Onda belə çıxır ki, çox mənalı sözlər də daha çox bədii üslubda olur. Sonra bayaq dedik ki, məcazi məna ən çox məcazi olan nitq hissəsi isim, sifət və feildir. Onda belə çıxır ki, daha çox mənalı olan nitq hissəsi də isim, sifət, feildir. Sonra bayaq dedik ki, isim, sifət, feilin içərisində daha çox məcazi olan feildir. Onda belə çıxır ki, isim, sifət, feilin içərisində daha çox mənalı olan da feildir. Qısa konkreti məcazi mənalılara nə deyəcəksə, hamısını çox mənalı sözləri də aid eləyəcək. Bu formada. Bundan əlavə yadda saxlamaq lazımdır ki, çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Eyni nitq hissəsinə aid olur. Nə deməkdir? Bir nümunə yazdı bayaq. İnsanın ayağı. Kəndin ayağı. Sonra küçənin ayağı. Burada hansı söz məcazi mənalıdır? Təbii ki, ayaq sözü məcazi mənada işlənib. Hansı söz məcazi mənada işlənirsə, o sözdə çox mənalı söz hesab olunacaq. Deməli, məcazi mənada işlənən söz ayaq sözdür. Deməli, məcazi mənada işlənən söz ayaq sözü olduğuna görə ayaq sözü burada çox mənalıdır. Və deyir ki, çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Yəni, insanın ayağındakı ayaq sözü isim olduğuna görə onunla bağlı olan kəndin ayağındakı ayaq sözü də isimdir, küçənin ayağındakı ayaq sözü də isimdir. Yəni, çox mənalı sözlər eyni nitq hissəsinə aid oldu. Bu formada. Deməli, sözün həqiqi və məcazi mənası tək mənalı, çox mənalı sözlər. Terminlər arxasında. Bunlardan bağlı olan testlərdir. Bizə lazım olan hissə hal-hazırda sözün həqiqi məcazi mənası və tək mənalı, çox mənalı sözlərlə bağlı olan testlərdir. Birinci sualda deyir ki, verilmiş nümunədə nöqtələrin yerinə hansı söz daha uyğundur? Əl sözü və topa sözlərinə. Bu variantlardakı sözlərdən hansını əlavə etsək, artıq sözün uyğunluğu olacaq. Yəni, məcazi mənada olacaq həm də. Əl çatmaq olmur. Çünki bu əli çatmaq olsaydı daha düzgün olardı. Ona görə A olmaz. Əl atmaq oldu.
Sözü atmaq olmur. Əgər söz atmaq olsaydı onda olardı. Yəni doğru alınardı, amma sözü atmaq olmur. Ona görə B də olmaz. Sonra D bəndən baxıram. Əl yetmək. Əl yetmək olmur. Əli yetmək olsaydı doğru olardı. Ona görə D də deyil. Əl almaq olmur. Ələ almaq olsaydı onda doğru olardı. Ona görə E bəndi də olmur. Əl tutmaq alındı. Sözü tutmaq alındı. Topa tutmaq alındı. Cavabımız C bəndi. İkinci sual. Verilmiş nümunələrdə nöqtələrin yerinə hansı söz daha uyğundur? Yenə də eyni tipli sualdır. Deməli biz elə bir nümunə yazmalıyıq ki, bura köynəyin, çayın, ağacın sözlərinə uyğun olsun. Köynəyin kökü olmaz. A bəndə ona görə olmadı. Köynəyin ayağı da olmaz. Ona görə B-də deyil. Sonra köynəyin qolu. Bax, köynəyin başı da olmaz. Ona görə C-də deyil. Köynəyin qolu, çayın qolu və ağacın qolu artıq oldu. Cavabımız ona görə D variantıdır. Sonra yer qoy testlərin görünümünü düzəldim. Aha, belə. Müəllimlər, üçüncü testi yazın. Üçüncü testdən bir dəqiqə vaxt verirəm. Bir dəqiqənin içərisində tamamlayın. Buyurun. Deməli, müəllimlər, üçüncü testdə deyir, baş bədənin tacıdır, gözlər onun daş qaşı. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nə sayılmalıdır? Yəni, burada altından xətt çəkilən söz baş və gözlər sözdür. Təbii ki, baş və gözlər sözü bu cümlədə termin kimi işlənməyib. A deyil. Bu sözlər bir-birinin antonimi də deyil. Eyni zamanda özlərinin antonimi də yoxdur. Deməli, B-də deyil. Sinonim də deyirlər. Homonim də deyirlər. Baş bədənin tacıdır. Gözlər onun daş qaşı. Bu çox mənalı sözlərdir. Yəni, mən baş və gözlər sözünü çox mənalı söz kimi işlədə bilərəm. Kəndin başı, küçənin başı, gözlər də, məsələn, bulağın gözü. Yəni, məcazi mənada işlədə bilirəmsə mən bu sözləri, deməli, onu çox mənalı söz kimi işlədirəm avtomatik. Cavabımız ona görə E variantıdır. Sonra aha. Deməli, müəllimlər, bir şey deyim, müəllimlər. Testi işlədiniz ki, bu əl işarəsini vurun. Yaxşı. Qoy, mən bilim ki, kimlər testi işlədi, kimlər işləmədi. Deməli, indi test deyirəm. 6, 7, 8 və 9-cu testləri işləyin. 4 dəqiqə vaxt verirəm. Bitirənlər əl işarəsini vursun. Zəhmət olmasa. Buyurun, vaxt getdi.
Bir dəqiqədən sonra yoxlayacağım müəllimlər. Qoy hamı işləsin. Bir. Altıncı sualda deyir ki, quru sözü hansı birləşmədə məcazi mənada işlənmişdir? Quru odun. Bəli, quru deyəndə odun həqiqətən quru ola bilər. Quru həqiqi mənadadır. Sonra quru dəsmal. Dəsmal həqiqətən quru ola bilər. Burada da quru həqiqi mənadadır. Quru maddə. Maddə həqiqətən quru ola bilər. Burada da həqiqi mənadadır. Quru çörək. Çörək də quru ola bilər. Həqiqi mənadadır. Amma quru adam. Adam quru ola bilməz. Artıq burada söhbət anlayışının özündən getməyib. Ona görə burada quru sözü məcazi mənadadır. 6-da D bəndi. Quru odun və quru adam birləşməsindəki quru sözü aşağıdakılardan hansına aiddir? Əgər sözdə məcazi məna varsa, bilin ki, həmin söz çox mənalıdır. Quru odunda, quru sözü də, odun sözü də ikisi də həqiqi mənadadır. Amma quru adamdakı quru sözü məcazi mənadadır. Artıq məsələyə ki, məcazi məna qarışır, deməli, həmin söz çox mənalıdır. Deməli, cavabımız B bəndi. Quşun qanadı və təyyarənin qanadı birləşməsində qanad sözü aşağıdakılardan hansına aiddir? Quşun həqiqətən qanadı olur. Quş da həqiqi mənadadır, qanad da həqiqi mənadadır. Təyyarənin qanadı. Təyyarə həqiqi mənadadır, amma təyyarənin qanadı olmur. Onun yan tərəfə çıxıntı hissəsi olan qollarına onun qanadı deyirlər, yəni məcazi mənadadır. Burada heç də söhbət təyyarənin qanadında söhbət qanadın özündən getmir. Çünki qanad quşa məxsusdur. Təyyarəyə məxsus deyil. Ona görə təyyarənin qanadındakı qanad sözü məcazi mənadadır. Məcazidirsə, deməli, avtomatik çox mənalıdır. Sonra 9-cu sualda deyir ki, ağır və iti sözləri hansı cərgədə həqiqi mənada işlənmişdir? Ağır və iti sözləri. Ağır gün. Gün ağır ola bilməz, məcazidir. Ağır söz. Söz də ağır ola bilməz, məcazidir. İti söz. Söz iti ola bilməz, məcazidir. İti göz. Göz də iti ola bilməz, məcazidir. Deməli, A, B deyil. Sonra, ağır daş. Daş həqiqətən ağır ola bilər. Burada ağır sözü həqiqidir. İti ülgüc. Ülgüc həqiqətən iti ola bilər. Burada da iti sözü həqiqidir. Cavabımız C variantı. Müəllimlər izah edirəm. Deməli, 13-cü sualda deyir ki, şirin sözü hansı cümlədə həqiqi mənada işlənib? Şirin danışığı vardı. Burada danışıq şirin ola bilər. Xeyr, təbii ki. Deməli, məcazi mənadadır. A bəndə olmaz. Üzərində şirin bir təbəssüm var. Təbəssüm şirin ola bilər. Təbii ki, xeyr. Burada da şirin sözü məcazi mənadadır. Sonra, şirin bir xatirə tək qalacaqdır dünyada. Xatirə şirin ola bilər. Təbii ki, xeyr. Bu da məcazi mənadadır. Gəncliyin şirin xatirələrdən doymazdık. Şirin xatirə. Xatirə şirin ola bilməz. Deməli, burada da məcazi mənadadır. D-də olmaz. Uşaq şirin çay içib dərsə getdi. Çay isə şirin ola bilər. Burada isə şirin sözü həqiqi mənadadır. Cavabımız E bəndi. Bulağın gözü və körpənin gözü birləşməsində göz sözü hansı mənada qrupuna aiddir? Təbii ki, bu körpənin gözü ola bilər, həqiqi məna, amma bulağın gözü olmur. Burada göz məcazi mənadadır. Söz məcazi mənadadırsa, avtomatik bilin ki, çox mənalıdır. Cavabımız A bəndi 14-də. Hansı sırada çox mənalı söz işlənmişdir? Harada məcazi məna varsa, orada çox mənalıdır. Ayın işığı. Ay burada həqiqi mənadadır. May ayı. Orada may ayındakı ay da həqiqi mənadadır. A bəndində çox mənalı söz yoxdur. Kür çayı. Çay həqiqi mənadadır. Şirin çay. Burada da çay həqiqi mənadadır. B-də olmaz. Uşağın üzü. Üz həqiqi mənadadır. Amma suyun üzündəki üz məcazi mənadadır. Çünki suyun üzü olmur. Məcazi mənadadır. Yəni çox mənalıdır. Cavabımız C bəndi. Mil düzündə düz həqiqidir. Sözün düzündə də düz həqiqidir. Ona görə çox mənalı olmaz. Yaş ağacda yaş həqiqidir. Uşağın yaşında da yaş həqiqidir. Ona görə E də olmaz. Cavabımız C bəndi. Çox mənalı sözlər cərgəsini müəyyən edək. Yəni həmin sözü çox mənalı söz kimi işlədirik. Ayaq. Məsələn, kəndin ayağı. Məcazi mənada işlədə biliriksə, bilin ki, çox mənalı söz kimi işlənəcək. Kəndin ayağı kimi işlədə bildim də məcazi mənada. Deməli, çox mənalıdır. Ətək. Dağın ətəyi. Ətək sözünü məcazi mənada işlədə bildim yenə də. Deməli, çox mənalıdır. Kök. Məsələnin kökü. Məcazi mənada işlədə bildim, deməli, çox mənalıdır. Ağız. Kəndin ağzı, quyunun ağzı. Məcazi mənada işlədə bildim, deməli, çox mənalıdır. Cavabımız A bəndi 16-da. 17. Böyük otaq və böyük vəzifə birləşməsində böyük sözü leksik baxımdan leksik mənasına görə nədir?
Otaq böyük ola bilər. Böyük həqiqi mənadadır burada. Amma böyük vəzifə böyük kiçik ola bilməz. Deməli, burada böyük sözü məcazi mənada işlənib. Məcazi mənada işlənibsə, deməli, çox mənalıdır. Cavabımız C bəndi. Hansı cümlədə sifət məcazi mənada işlənib? Yəni, necə, nə cür onun sualına cavab verən söz sifət məcazi mənada işlənib. Səhərlər şirin çay içmək faydalıdır. Necə çay? Şirin. Burada necə sualına cavab verən şirin sözü məcazi mənada deyil. Çünki şirin çaydan söhbət gedir. Çay şirin ola bilər. Həqiqi mənadadır. A bəndi getdi. O şirin çörəyi xoşlayır. Necə çörəyi? Şirin çörəyi. Burada da necə, nə cür sualına cavab verən şirin sözü çörək ismini izah etdi. Yəni, necə, nə cür sualına cavab verən şirin sözü sifətdir və həqiqi mənadadır. Məcazi mənada deyil. B-də getdi. Camal bacısına soyuq su verdi. Necə su? Soyuq. Necə sualına cavab verən soyuq sözü su soyuq ola bilər də suya aiddir. Bu da həqiqi mənadadır, məcazi deyil. Onun çox ağır xasiyyəti var. Necə xasiyyətləri ağır? Necə sualına cavab verən ağır sözü xasiyyətə aiddir. Amma xasiyyət ağır olan məz axı, xasiyyətin ağır yüngülü yoxdur. Burada ağır sözü məcazi mənada işlənir. Yəni sifət məcazi mənada işlənir. D bəndi. Hansı cümlədə feil məcazi mənada işlənmişdir? Bu gözəl mənzərəyə baxanda hamı sevinir. Nedir sevinir? Sevinmək həqiqi mənadadır. Həqiqətən söhbət anlayışının özündən gedir. Yəni söhbət sevinməkdən gedir. Həqiqi mənadadır burada. Məcazi mənada deyil. O hər gün anasını qarşılamağa gedərdi. Nə edərdi? Gedərdi. Bu da həqiqi mənadadır. Burada təbiət adamın üzünə gülür. Nə edir? Gülür. Gülür feili burada məcazdır. Çünki deyir təbiət adamın üzünə gülür. Təbiət adamın üzünə gülə bilər. Təbii ki, xeyr. Yəni, burada söhbət anlayışının özündən getmir. Yəni, gülməyin özündən getmir. Çünki, yenə dedim, təbiət gülmür. Deməli, burada heç də təbiət adamın üzünə gülür deyəndə, heç də gülməkdən söhbət getməyib. Yəni, söhbət anlayışının özündən getməyib. Ona görə burada gülürdür, məcazi mənadadır. Yəni, feilimiz məcazi mənadadır, C bəndi. 20-ci sual, Nigar almanı soydu. Nigar almanı soydu və quldurlar taciri soydular. Nigar almanı soya bilər. Soydu burada həqiqi mənadadır. Amma quldurlar taciri soydular. Burada soydu məcazi mənadadır. Məcazi məna varsa artıq çox mənalıdır. D bəndi. Sonra digəri hər üçü çox mənalı sözdür. Hər hansı sözləri məcazi mənada işlətsənsə çox mənalıdır. Deməli, lövhə, D bəndən baxaq, lövhə. Lövhəni mən məcazi mənada işlədə bilərəm. Məsələn, həyat lövhəsi. Kəsmək, sözü kəsmək, məcazi mənada işlətdim. Saymaq, onu saymaq, yəni hörmət mənasında. Deməli, hamısı məcazi mənada işlətdimsə, deməli, məcazi məna D variantıdır. Daha sonra, deməli, hansı sifət çox mənalı söz kimi işlənə bilmir? Deməli, qara söz, o sifət məcazi mənada işlənməsə, deməli, o çox mənalı söz kimi də işlənə bilməyəcək. Məsələn, qara sözü mən məcazi mənada işlədə bilirəm. Məsələn, qara kağız. Artıq burada qara məcazi mənadadır. Boz. Məsələn, boz adam. Bu da məcazi mənadadır. İsti münasibət. Burada da isti məcazi mənada oldu. Soyuq münasibət. Burada da soyuq məcazi mənada oldu. Amma şabalıdır sifətin. Şabalıdır, xurmayıdır, qəhvə idi. Bu tipli sifətləri biz məcazi mənada işlədə bilmərik deyə çox mənalı olmur həmin sifətlər. Cavabımız A bəndi. Hansı feil çox mənalı söz kimi işlənə bilmir? Atmaq sözünü mən çox mənalı söz kimi işlədə bilirəm. Söz atmaq. Deməli, məcazi mənada işlədə bilirəmsə, deməli, çox mənalıdır. Yumaq, məsələn, günahlarını yumaq. Məcazi mənada işlətdim, deməli, bu da çox mənalı söz kimi işlənəcək. Bişirmək, sözü bişirmək. Məcazi mənada işlətdim, deməli, bu da çox mənalı söz kimi işlənəcək. Çevirmək, söz çevirmək. Deməli, bu da məcazi mənadadır, yəni çox mənalıdır. Amma hıçqırmaq sözü mən məcazi mənada işlədə bilmədiyimə görə çox mənalı olmur. Cavabımız E bəndi. Otağın genişliyi və ürək genişliyi birləşməsindəki genişlik sözü aşağıdakılardan hansı məna qrupuna aiddir? Təbii ki, otaq geniş ola bilər, həqiqidir. Amma ürək geniş olmur, məcazidir, deməli çox mənalıdır. Cavabımız B bəndi. İmtahandan kəsildi və ağac kəsildi. Birləşməsində kəsildi sözü bəs hansı məna qrupuna aiddir? Ağac kəsilə bilər, həqiqidir, amma imtahandan kəsilmək olmur. Kəsilmək burada məcazidir, deməli çox mənalıdır. Bəndi. Daha sonra digər testləri deyirəm. 36 37-ci suala. 1 dəqiqə vaxt verirəm, müəllimlər. Buyurun.
Deməli 36-cı sualda yazdınız deyil müəllimlər. Yazanda əl işarəsi vursun zəhmət olmasa. Aha, bildim, yazdınız. Deməli 36-da deyir üz sözü hansı cümlədə məcazi mənada işlənib? Kişi danışdıqca üzü qızardı. Burada üz deyəndə söhbət həqiqətən üzün özündən gedir, həqiqi mənadadır. Uşağın üzü, gözü toz içində idi. Burada da uşağın üzü deyəndə söhbət həqiqətən üzün özündən gedir, həqiqidir. Üzündən bilinir. Burada da üz həqiqidir. Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur. Artıq burada üz sözü məcazi mənada işlənib. Cavabımız D bəndi. Nümunədə altından xaç elmli sözlər leksik baxımından nədir? Səhərin də gözü var. Səhərin gözü, burada göz məcazi mənadadır. Günəş də bir açılır, bulağın da gözü var. Burada da göz sözü məcazi mənadadır. Deməli, çox mənalı sözdür. Cavabımız C bəndi oldu. Sonra, bunları hələ digərlərini demirəm, çünki omonim sinonimləri izah edəcəm. Ondan sonra biz keçəcəyik həmin olan testinə. Digər testlərə baxaq. Hə, 41-ci sual. Biraz yaxınlaşdırım. Deməli, 41, 42, 43-cü sualları işləyin. 1 dəqiqədən sonra yoxlayacağam. Yazanlar əl işarəsini vursun zəhmət olmasa. 41-ci sual. Deyir, uyğun ifadə ilə cümləni tamamlayın. Çox mənalı sözlər omonimlərdən fərqli olaraq. Yazışı ilə deyilişi müxtəlif olur. Xeyr. Çünki çox mənalı sözlərin də, amonimlərin də, ikisinin də yazışı, deyilişi eyni olur. Ona görə A bəndə olmaz. Tamamilə fərqli məna bildirir. Baxın, çox mənalı sözlər omonimlərdən fərqli olaraq tamamilə fərqli mənanı bildirmir. Omonimlə fərqli məna bildirir. Ona görə B olmaz. Çoxmənalı sözlər omonimlərdən fərqli olaraq fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır. Nitqdə yersiz təkrarın qarşısını alır. Ümumiyyətlə, bu fikir çoxmənalı və omonimlərin heç birisinə aid deyil. Bu sinonimlərə aiddir. Ona görə C olmaz. Çoxmənalı sözlər omonimlərdən fərqli olaraq bədii ədəbiyyatda cinas qafiyə yaratmağa xidmət edir. Tam tərsi, omonimlər cinas qafiyə yaratmağa xidmət edir. Ona görə D olmaz. Çoxmənalı sözlər omonimlərdən fərqli olaraq eyni nitq hissəsinə aid olur. Bəli, çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur, omonimlər isə həm eyni, həm müxtəlif nitq hissəsinə aid olur. Cavabımız E bəndi. Çoxmənalı söz deyil. Burun sözü çoxmənalıdır. Çünki mən onu məcazi mənada işlədə bilirəm. Məsələn, maşının burnu. Çəkmək sözü də çoxmənalıdır. Çünki onu mən məcazi mənada işlədə bilirəm. Məsələn, fikir çəkmək. Kök sözü də çoxmənalıdır. Çünki mən onu məcazi mənada işlədə bilirəm. Məsələn, deyirəm ki, məsələnin kökü. Ətək. Onu məcazi mənada işlədə bilirəm. Dağın ətəyi. Deməli, çox mənalıdır bu da. Qayın sözünü isə məcazi mənada işlədə bilmədiyimə görə çox mənalı deyil. Cavabımız B bəndi. Çox mənalı söz deyil. 43-cü sual deyirəm. Tutmaq sözü məcazi mənada işlədə bilirəm. Məsələn, söz tutmaq. Deməli, çox mənalıdır. Qaş sözünü məcazi mənada işlədə bilirəm. Məsələn, üzüyün qaşı. Deməli, çox mənalıdır. Ayaq sözünü məcazi mənada işlədə bilirəm. Məsələn, kəndin ayağı. Çox mənalıdır.
Ətək sözünü məcazi mənada işlədə bilirəm. Dağın ətəyi. Çox mənalıdır. Amma şam sözünü məcazi mənada işlədə bilmədiyimə görə o çox mənalı ola bilməz. Cavabımız B bəndi. Sonra 45 ehtiyac yoxdur. Hə, kifayət eləyər.